Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 9:00. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 9 buraxılışını Leyla Cavad təqdim edir. Sabahınız xeyir, hörmətli tamaşaçılar, Azərbaycan televiziyasında xəbərlərin vaxtıdır. Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi əməliyyatının ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edib. Bu barədə Ağ Evin İdarə Etmə və Büdcə Ofisinin direktoru Russell Vought məlumat verib. Təxminən 30 milyard dollar xərcləmişik deyə o, Nümayəndələr Palatasının Büdcə Təsisatları Komitəsinin dinləmələrində bildirib. Dinləmələr zamanı senatorlar ondan hərbi xərclərin 100 milyard dolları keçdiyini göstərən məlumatlara aydınlıq gətirilməsini istəyiblər. Mən sadəcə olaraq müharibə departamentindən bizə təqdim edilən təhlili sizə çatdırıram deyə Vought qeyd edib. Livanda atəşkəsin həyata keçirilməsinə nəzarət məqsədi ilə İran, Amerika Birləşmiş Ştatları və Livan üç tərəfli işçi qrupu yaratmağı planlaşdırır. Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibov dövlət televiziyasına müsahibəsində məlumat verib. Onun sözlərinə görə Livanın dövlət suverenliyinin təmin olunması məqsədi ilə İran, ABŞ və Livan nümayəndələrinin təmsil olunacağı birgə komitə fəaliyyət göstərəcək. Qalibov bildirib ki, İranın Livandakı səfiri də komitədə ölkəsini təmsil edəcək. NATO baş katibi Mark Rutte'nin bəyanatları göstərir ki, ABŞ-nin İrana hücumları Alyans tərəfindən dəstəklənir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai mətbuat konfransında bildirib. İranlılar yalnız ABŞ və İsrailə qarşı mübarizə aparmır. Digər ölkələrin də hücumlarda iştirakının yeni aspektləri aydınlaşır deyə o əlavə edib. Bəqai mətbuat konfransında İranın zədələnmiş nüvə obyektlərinə girişin bloklandığını da xatırladıb. Agentliyi bu məsələdə səhlənkarlıq göstərib və biz Qrossiya seçki qabağı təşviqat əvəzinə öz vəzifələrini daha məsuliyyətlə yerinə yetirməyi tövsiyə edirik deyə vurğulanıb. Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılması imkanı mövcuddur. Bunu Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arseniya Dominguez deyib. Hörmüz boğazının idarə olunması ilə bağlı Oman hakimiyyəti ilə danışıqlar aparılıb deyə o qeyd edib. Onun sözlərinə görə Hörmüzlə bağlı danışıqlar Amerika Birləşmiş Ştatları ilə İran arasında müharibədən sonraki böhranın həlli yollarını tapmaq məqsədi ilə aparılır. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mərkəzinin iştirakçı dövlətləri Hizbullah hərəkatının maliyyə infrastrukturunun əsas elementlərinə qarşı birgə sanksiyaların tətbiq olunduğunu elan ediblər. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə 5 təşkilat və 16 fiziki şəxs, o cümlədən hərəkatın iki ən böyük maliyyə strukturu Al-Qard, Al-Hassan və Bayt Al-Mal, eləcə də onların rəhbərləri sanksiyalara məruz qalıb. İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4278 nəfərə çatıb, 12196 nəfər isə yaralanıb. Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz Livanın cənubunda İsrail ordusunun nəzarətində olan təhlükəsizlik zonasına səfər ediblər. Səfər zamanı Netanyahu və Katz hərbi komandanlıqla müşavirə keçirib. Netanyahu bir daha bəyan edib ki, Hizbullahdan təhlükə qaldığı müddətdə İsrail ordusu Livan ərazisini tərk etməyəcək. İsrail ordusu Qəzza zolağına yenidən aviazərbələr endirib. Bu barədə Vafa xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, anklavın inzibati mərkəzi də daxil olmaqla bir neçə şəhərdə evlər, yaşayış binaları hədəfə alınıb. Xan Yunisə hava zərbələri nəticəsində 2 Fələstinli həlak olub, yara alanlar var. Həyatını itirənlər arasında azyaşlıların da olduğu bildirilir. Qəzzanın qərbinə də hava zərbəsi endirilib. Məcburi köçkünlərin məskunlaşdığı çadırın vurulması 3 nəfərin həyatına son qoyub, bir neçə adam xəsarət alıb.
Avropanın qaz ehtiyatları son 15 ilin ən aşağı həddini göstərir. Wood Mackenzie şirkətinin qiymətləndirməsinə görə Avropa İttifaqının qaz ambarları oktyabr ayına qədər yalnız 76% dolacaq və bu 2011-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Və bunun əsas səbəbi ABŞ-İran münaqişəsidir. Hazırda Avropa ambarlarının 48%-i dolu vəziyyətdədir. Avropa Komissiyası ehtiyatların 80%-ə çatdırılmasını tövsiyə etsə də, bu hədəfə çatılması şübhə altındadır. Pakistanda təhsil mərkəzinin damı uçub. Lahor vilayətində baş verən bədbəxt hadisə nəticəsində 14 uşaq həyatını itirib, daha 5 nəfər isə xəsarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur. Rəsmilərin sözlərinə görə hadisə baş verən zaman təhsil mərkəzində təxminən 30-dan çox uşaq olub. Hadisə ilə bağlı binanın sahibi də daxil olmaqla 2 nəfər həbs edilib. Venezuelada iyunun 24-də baş vermiş güclü zəlzələdən sonra 6000-dən çox insan xilas edilib, 10 minlərlə ailəyə humanitar yardım göstərilib. Bu barədə Venezuela Milli Assambleyasının sədri Jorge Rodriguez Dövlət telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə təbii fəlakətdən sonra 6461 nəfər xilas edilib, 80870 ailəyə yardım göstərilib. Zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə 26 mindən çox hərbi qulluqçu, 15467 könüllü və 3660 xarici xilas edici cəlb olunub. İzmirin Dikili rayonunda meşə yanğını başlayıb. Yanğının əkin sahəsində başladığı bildirilir. Əraziyə 17 yanğın söndürən maşın və canlı qüvvə cəlb edilib. Havanın küləkli olması alovla mübarizə işlərini olduqca çətinləşdirir. Yanğının səbəbi hələ ki məlum deyil. Xatırladaq ki, ötən gündə Dikili rayonunda başqa bir ərazidə meşə yanğını qeydə alınıb. Yanğın söndürmə briqadalarının səyi nəticəsində alov qısa zamanda nəzarətə alınmışdı. Yunanistan dünyada ilk dəfə meşə yanğınlarını dərhal bilmək üçün nanopeyklərdən istifadə edir. Bu barədə Euronews telekanalı məlumat yayıb. Məlumata görə 4 nanopeyk artıq istismara verilib. Bu cihazlar hər hansı bir yanğın təhlükəsi qeydə aldıqda dərhal yanğın söndürmə xidmətlərinə siqnal ötürürlər. Süni intellekt və xüsusi istilik sensorları ilə təchiz edilən nanopeyklər 4 metrlik kiçik yanğın mənbələrini belə müəyyən edə bilirlər. Halbuki standart peyklər yalnız daha geniş miqyaslı yanğınları qeydə almaq imkanına malikdir. Ölkə gündəmi ilə davam edirik. Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobil ilə qatar toqquşub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Baş vermiş qəza zamanı ətrafa dağılan yanacaq yuyulub və mümkün yanğın təhlükəsi aradan qaldırılıb. Hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırmalar davam etdirilir. Və indi isə hava haqqında. Bugün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin gecə bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur 26-31 dərəcə isti olacaq. Bölgələrdə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə gecə yağıntıların bəzi yerlərdə güclənəcəyi ehtimalı var. Temperatur 28-33 dərəcə isti olacaq. Hələlik bizdən bu qədər, hörmətli tamaşaçılar. ASTV xəbəri izləməyə davam edin. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.